Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Xoş gördük müəllimlər sizlərin hər birini. Hamınızın axşamı xeyir olsun. Bəli müəllimlər, ilk öncə biz YouTube-da canlıda dərsimizin izahına baxacağıq. Daha sonra hansı ki Zoom üzərindən test tapşırıqlarımızı işləyəcəyik. Əvvəlki mövzu üzərindən. İlk öncə müəllimlər səsimlə bağlı üzrlü sayın. Ümid edirəm ki, çalışdığım qədər bunu mikrofonla tənzimləməyə çalışmışam. Amma yenə də üzrlü sayın. Məlum məsələdən dolayı bir balaca səsimdə tutulma var. Və müəllimlər, bizim bugünlərin sizlər üçün keçəcəyimiz mövzuda eyni zamanda öz qrup müəllimlərimizlə yanaşı digər auditoriyalar üçün də nəzərdə tutmuşuq. Və bütün müəllimlər üçün bu mövzunu nəzərdə tutmuşuq. Niyə? Səbəb nədir? Çünki 2024 çərçivə sənədi əsasında hansı ki nəzərdə tutulan mövzulardandır. Əvvəl də biz hansı ki illik və gündəlik planlaşmanı keçirdik. Sadəcə orada bir balaca müəyyən bir gedişatda dəyişikliklər var. Sözsüz ki, illik və gündəlik planlaşma mahiyyəti dəyişməyib, məzmun dəyişməyib. Sadəcə burada hansı ki qiymətlənmə meyarları da öz əksini ilə burada tapmışdır. Bütün bunların hər biri bugünkü mövzumuzda öyrənəcəyik. Ümumiyyətlə bugün biz sizinlə nə öyrənəcəyik? İllik planlaşma nədir? Gündəlik planlaşma nədir? Planlaşmada nələrə diqqət etməliyik? Bundan əlavə olaraq hansı ki təlim nəticəsi nədir? Təlim nəticələrinin çıxarılması, təlim nəticələri çıxarılan zaman nələrə diqqət etməliyik və təlim nəticələrinə uyğun qiymətlənmə meyarlarının müəyyən edilməsi. Mövzunu izah edəcəm. Hər hansı bir sualınız yarandığı təqdirdə digər izləyicilərimiz rəy bölməsində yaza bilərlər. Qrup müəllimlərimiz isə buradan sonra dərsə hansı ki keçid alacam, yaza bilərsiniz. Ümumiyyətlə, istənilən bir izləyicimiz sualını rəy bölməsində verə bilər. Onu da nəzərinizdə tutun ki, zəhmət olmasa YouTube kanalımıza abunə olun, abunə olmayanlar. Bu mövzunu ümumiyyətlə bütün müəllimlərimiz paylaşa bilərsiniz, paylaşımlarınızda edə bilərsiniz, sosial şəbəkələrinizdə paylaşa bilərsiniz ki, yeni mövzularımızdandır. Bu şəkildə zaman aparmadan keçid almış olacağım mövzunun izahına. Siz hal-hazırda lövhəni görürsünüz. Çalışacağım bir balaca irəli gətirim lövhəni. Düşünürəm ki, lövhəni siz tam olaraq aydın görürsünüz. Hər hansı bir çətinliyiniz yoxdur. Səs hal-hazırda qırıq gəlir, yoxsa necə? Müəllimlər, səs tam olaraq aydın gəlir hamıya. Qeyd edərsiniz. Ola bilər ki, tərpəndiyi müddətdə mikrofon səs götürüb ona görə. Lap yaxşı. Deməli, müəllimlər, qeyd etdik ki, biz bugünlərim sizinlə keçəcəyik planlaşdırma. Ümumiyyətlə, planlaşdırma nədir? Birinci növbədə nəzərinizə çatdırmış olum ki, qeyd edim ki, sizə hər birimiz ümumiyyətlə gündəlik olaraq hər hansı bir işimizi gördüyümüz zaman nə edirik? Bir planlaşma aparırıq. Əvvəlcədən bir illik planlaşma qururuq. Eyni zamanda illik planlaşmamıza uyğun olaraq da gündəlik planlaşma qururuq. Və bizdən istənilir ki, planlaşma zamanı biz nələrə diqqət etməliyik? Birinci növbədə planlaşma qeyd etdik ki, iki hissəyə ayrıldı. İllik və gündəlik. Və nəzərinizə çatdırmış olun ki, planlaşdırma əvvəlcədən görüləcək işin müəyyən edilməsidir. Ümumiyyətlə, biz bir müəllim olaraq çalışmalıyıq ki,
Planlaşma zamanı ilk öncə nəyə diqqət etmiş olaq? Əsas ümumiyyətlə hər hansı bir işi görməmişdən öncə onun planlaşdırılmasıdır. Yəni biz bir müəllim olaraq əvvəlcədən tədris ili ərzində nələri ki şagirdə öyrədəcəyik, nələri ki əldə etməyi planlaşdırmışıq, onları əvvəlcədən müəyyən edirik. Və daha sonra da biz gündəlik planlaşmada nəzərdə tutduqlarımızı icra edirik. Bir müəllim olaraq əvvəlcədən illik planlaşma qurduq və illik planlaşmaya uyğun olaraq da gündəlik planlaşmamızı icra edirik. Bir növ planlaşdırma müəllimin üçün bir istiqamətdir. Məsəl üçün, adicə nə edirik? Hər hansı bir müəyyən bir yerə gedəndə öncədən gedəcəyimiz yerlə bağlı nə yaparıq? Planlaşdırma edirik. Eyni zamanda tədris prosesində də mütləq şey, o demək deyil ki, müəllim nəyisə hazırlaşa bilməz, oxuya bilməz, öyrənə bilməz. Yox, əksinə, o dərs keyfiyyətli tədris, dərs sayılar ki, müəllim əvvəlcədən planlaşmasını qursun. Və gəlin baxaq ki, planlaşma öncədən, ümumiyyətlə planlaşdırma zamanı biz əsas 3 məqama diqqət etməliyik. Bunlar hansılardır? Əvvəl hansı ki, həm illikdə, həm gündəlikdə ayrı-ayrılıqda verilirdi. Artıq bunlar verilmir. Sadəcə planlaşma zamanı biz müəllimlərin diqqət etməli olduğu 3 məqam. Deməli, planlaşdırma zamanı biz əsas 3 məqama diqqət etməliyik. Bunlar hansılardır? Və bir də indi yaxınlaşıb baxacam, görüm siz tam olaraq aydın şəkildə görürsünüzmü? Kim nəyi görməsə müəllimlər, soruşun, çəkinməyin soruşmaqdan. Aydın olmayan hissədə soruşun ki, nəyi görmədiniz, nəzərinizə çatdırmış olacam. Deməli, müəllimlər, planlaşma zamanı qeyd etdim ki, 3 əsas məqama diqqət edirik. Bunlar hansılardır? Təlim nəticəsinə, qiymətləndirməyə və eyni zamanda öyrənmə fəaliyyətinə. İndi hər birini sizlər üçün ayrı-ayrılıqda izah etmiş olacağım. Ümumiyyətlə, işi planlaşdırılmasında nəticəni əvvəlcədən müəyyən edirik. Daha sonra qiymətlənməsini aparırıq. Daha sonra eyni zamanda da öyrənmə fəaliyyətlərinin qurulması. Gəlin baxaq ki, yəni bu demək deyil ki, biz mütləq şəkildə hansı ardıcıllığa, indi sadəcə qeyd edəcəm sizə. Nəticəmi müəyyən etməliyəm ki, nəticəyə uyğun olaraq qiymətləndirmiş olum. Nələri qiymətləndirmiş olacam? Şagirdlərin fəaliyyətini. Bunların indi hər birini sizə izah etmiş olacam. Ümumiyyətlə, təlim nəticəsi nədir? Nəzərinizdə saxlayın ki, təlim nəticəsi biz tədris ili müddətində görəcəyimiz işləri öncədən müəyyən edirik. Əgər illik planlaşmadırsa, bir tədris ili ərzində keçiriləcəkləri öncədən müəyyən edilməsidir. Yox, dərs gündəlik planlaşmadadırsa, akademik dərs saatımızda, yəni 45 dəqiqə müddətində icra edəcəklərimizi, hansı nəticəni ki, əldə etməyi düşünürük, onları əvvəlcədən müəyyənləşdiririk. Ona görə də təlim nəticəsi nədir? Görüləcək işin öncədən müəyyən edilməsi. Öncədən, yəni əvvəlcədən müəyyənləşdirilməsi. Müəllimlər, və nəzərinizə çatdırmış olub ki, ümumiyyətlə təlim nəticəsi bizə nə üçün lazımdır? Bunlara toxunmuş olacağım digər hissələrdə. Deməli, biz bildik ki, təlim nəticəsi görüləcək işin, şagirdə hansı ki, lazımı bilik bacarıqlar formalaşdırırıq. Formalaşdıracağımız bilik bacarıqların əvvəlcədən müəyyən edilməsidir. Və daha sonra baxırıq qiymətləndirməyə. Ümumiyyətlə, qiymətləndirmə nədir? Bir meyar, bir ölçü. Meyardır, ölçüdür. Biz nəyi ölçürük? Deməli, kimi? Təhsil alanı. Təhsil alanın neyini ölçürük? Bilik bacarığını.
Ona görə yadımızda saxlamalıyıq ki, qiymətləndirmə təhsil alanların bilik bacarıqlarının ölçülməsidir. Biz gəlin baxaq ki, öyrənmə fəaliyyəti. Fəaliyyət nədir? Gördüyümüz iş. Nə zaman fəaliyyəti qururuq? Öyrənmə prosesində. Deməli, öyrənmə fəaliyyətində diqqət edirik nəyə? Biz bu günlərim şagirdə keçmişik, məsəl üçün götürək ki, say sistemləri və bir say sistemindən digər say sisteminə keçid mövzusunu. Deməli, biz şagirdə keçdiyimiz mövzu zamanı, keçmişəm bir say sistemindən digər say sisteminə keçid. Burada nəyi nəzərə almalıyam? Burada mən nəzərə almalıyam ki, şagirdin fəaliyyətimi necə quracam? Hansı tapşırıqlar üzərindən quracam? Bu tapşırığın icrasında hansı üsuldan, hansı formadan istifadə edə bilərəm? Deməli, fəaliyyət nədir? Müəllimin öz öyrədəcəklərini bir növ nəzərinizə çatdırmış olum ki, şagirddə nəticəni qoymuşuq qarşımıza. Bilik bacarıq müəyyən edirik. Nə üzərindən? Tapşırıqlar üzərindən. Əvvəlcədən məqsədim budur ki, bir say sistemindən digər say sisteminə keçid bacarığına malik olsun. Mən şagirdin bir say sistemindən digər say sisteminə keçidi nə dərəcədə etməsini ölçmüş oluram. Bunu necə ölçə bilərəm? Tapşırıqlarla. Fəaliyyət dedikdə şagirdlərə verdiyimiz tapşırıqlar. Məsələ, misal, çalışmalar. Mən, məsəl üçün, hər hansı bir tapşırığı icra edirəm. Çalışıram ki, tapşırığın icrası zamanı hansı üsuldan, hansı formadan istifadə edirəmsə, bütün bunların hər birini öyrənmə fəaliyyətində müəyyənləşdirmiş oluram. Deməli, şagirdə hər hansı bir tapşırığı, hər hansı bir çalışmanı verdim. Artıq şagird o tapşırığı icra verməyimdə məqsədim nədir? Çünki məqsəd qoymuşam. Məqsəd qoymuşam ki, şagirdim bu dərs müddətində, akademik dərs saatında və yaxud da ki, bu tədris il ərzində nəyə nail olacaq? Bunun üçün də qiymətlənmə meyarım var. Həmin qiymətlənmə meyarına uyğun olaraq şagirdlərin etdiyi fəaliyyəti ölçmüş olacaq. Ona görə də yadınızda saxlayın ki, planlaşma zamanı 3 məqamımız təlim nəticəsi, qiymətləndirmə və öyrənmə fəaliyyəti. Əvvəlcədən müəyyənləşdirdiyimiz təlim nəticəsidir. Bilik bacarığının ölçülməsi qiymətlənmədə öz əksini tapır və hansı tapşırıq, hansı çalışma, hansı misal, hansı məsələ üzərindən bir növ müəllimin dərs keçmə metodikası, fəaliyyəti, hansı tapşırıqda, hansı üsuldan, hansı fəaliyyətdən istifadə etməyim daha məqsəd uyğundur ki, lazımı nəticəni əldə etmiş olum. Yəni, müəllim öyrənmə fəaliyyətini nəticəyə uyğun olaraq qurmuş olacaq. Təlim nəticəsinə uyğun olaraq. Niyə? Dövlət bizə standart verib, alt standart. Nədir? Bilik bacarığın ölçülməsi. Həmin standarta görə biz təlim nəticəsi müəyyən etmişik. Təlim nəticəsində müəyyənləşdirən zaman, deməli, əvvəlcədən düşünmüşəm ki, şagird nələr əldə etməlidir? Hansı bilik bacarıq əldə edəcək? Nəyi ki, əldə etməlidir? Məqsəd qoymuşam qarşıma. O məqsədə dayanan fəaliyyət qururam. Yəni, tapşırıqlar bu fəaliyyət hissəm təlim nəticəmlə öz əksini tapmalıdır. Yəni, mən şagirdə təlim nəticəm bir məqsəd olsun, amma mən öyrənmə fəaliyyətində başqa bir şeydən danışıram, bu doğru deyil. Ona görə də dərs prosesində qurduğumuz tapşırıqlar, çalışmalar nəticəyə dayanmış olur. Verməyimizdə məqsədimiz odur. Bura qədər hər bir şey aydındır müəllimlər. Bura qədər hər bir şey aydındırsa, digər hissəyə keçid alacağım. İndi yaxınlaşıb rey bölməsinə baxıram. Zəhmət olmasa fikirlərinizi qeyd edin. Nə aydın deyilsə, aydınlaşdırmış olacağım. Hər biriniz rəydə fikrinizi qeyd edə bilərsiniz. Müəllimlər, başa düşmədiyiniz hər hansı bir hissə olub. Aha. Bir də onu qeyd edim ki, keyfiyyəti artıra bilərsiniz.
keyfiyyəti artıraraq tam aydın şəkildə görə bilərsiniz hər bir şeyi. O halda davam etmiş oluruq. Gəlin davam edəyim. Deməli müəllimlər, nəzərinizə çatdırmış olum ki, ümumiyyətlə illik planlaşmada nə idi? İllik planlaşma tədris ili ərzində keçirilənlərin müəyyən edilməsi, yəni planlaşdırılması. Ümumiyyətlə yadınızda saxlayın ki, o demək deyil ki, illik planlaşma, məsəl üçün olur ki, təhsil idarələrindən, regionlardan və yaxud da təhsilə dəstək mərkəzi tərəfindən sizlər üçün planlaşma nümunəsidir. Baxın, buna diqqət etmək lazımdır. Bizə illik planlaşmanın nümunəsi verilir. O demək deyil ki, mən nümunədə olduğunu götürüb eynisini yazacağım. Yox. İllik planlaşma hər məktəb özünə uyğun olaraq illik planlaşma müəyyən edir. Yadınızda saxlayın ki, illik planlaşma məktəb özü müəyyənləşdirə bilir. Yəni, o demək deyil ki, bütün təhsil müəssisəsi bir illik planlaşma üzərində mütləq getməlidir. Yox, niyə? Çünki hər bir fən müəllimi, hər bir məktəb özü bir metodi birləşmə olaraq planlaşmanı müəyyən edirlər ki, məsəl üçün, müəllim var ki, mövzunu 2 saat keçir, müəllim var ki, 1 saat keçir. Əvvəlcədən müəyyənləşmə aparırlar ki, bu mövzuları hansını, neçə saat, hansı tarixdə, necə keçmiş olacaq. Və eyni zamanda illik planlaşma zamanı sözsüz ki, orada mövzular müəyyən olunur, mövzular müəyyənləşdirilir, mövzuların keçirilmə tarixi müəyyən edilir, hansı mövzunun neçə saat keçəcəyini müəyyən etmiş oluruq. Eyni zamanda hansı resurslardan və yaxud da ki, müəllim nələrlə inteqrasiya etmiş olacaq, hansı məzmundan. Əvvəlcədən müəyyənləşməsini aparacaq. Daha sonra gündəlik planlaşmada bütün bunları icra etmiş olur. Eyni zamanda nəzərinizə çatdırmış olum ki, qeyd edim ki, mövzuları müəyyən edirik. Nə zamandan? Tədris ilinin əvvəlində. Ki, mən bu tədris il ərzində şagirdə hansı mövzuları öyrədəcəm. O mövzuların keçirilmə tarixidir, saatıdır, istifadə edəcəyim resurslardır, aparılacağım əlaqələndirmələrdir, yəni inteqrasiya. Öz əksini əvvəlcədən müəyyən etmiş oluruq. Bu bizim illik planlaşmamız. Bəs gəlin baxaq ki, gündəlik planlaşmada bəs nələrə diqqət edirik? Gündəlik planlaşma zamanı isə müəllimlər, gündəlik planlaşmada ümumiyyətlə biz bilirik ki, alt standartların reallaşmasına çalışırıq. Alt standartın reallaşması. Ümumiyyətlə alt standart nədir? Bilik bacarığa qoyulan tələb. Və deməli biz nə edirik? Şagirdə hansı ki bilik bacarığı reallaşdıracağıq, gündəlik planlaşmamızda onu müəyyən edirik. Alt standartın reallaşdırılması, daha sonra təlim məqsədini müəyyən edirik. Biz qiymətlənmə meyarlarımızı müəyyən edirik. Meyarını. Eyni zamanda biz hansı ki tədris prosesi zamanı hansı üsuldan, hansı formadan istifadə edəcəyimizi müəyyən edirik. Yenə də mövzunu hansı tarixdə, neçə saat, hansı dərs prosesində istifadə edəcəyim resurs və s. öz əksini tapır. Deməli, biz illiyi də bildik və gündəlik planlaşmada da bildik ki, məqsəd alt standartın reallaşdırılmasıdır və
standarta uyğun olaraq təlim nəticələri müəyyən edilib, həmin təlim nəticəsinə uyğun olaraq qiymətlənmə meyarı müəyyən edilir və biz daha sonra müəllim öz fəaliyyətini planlaşdırmış olacaq ki, yəni mən bu dərs müddətində hansı üsuldan, hansı vasitədən, hansı tapşırıqlar necə yerinə yetirmiş olacam. Və tədris prosesində istifadə edəcəyi resurslar mövzunun sözsüz ki, əlaqələnməsi də öz əksini tapır. Bu da bizim olduğu gündəlik planlaşmamız. İndi isə müəllimlər keçid almış olacaq nəyə? Ümumiyyətlə təlim nəticəsi nədir? Və biz təlim nəticələri zamanı nələrə diqqət etmiş oluruq? Və təlim nəticəsi nə zaman müəyyən edilir? Təlim nəticəsi hansı məqsədlə bizə lazımdır tədris prosesində? Bura qədər aydındırsa, qeyd edin, indi yaxınlaşıb izah edəcəm. Baxacam rəylərinizə. Rəylərinizə əsasən də hər hansı bir sualınız olmadığı təqdirdə davam etmiş olacaq. Artıq əvvəl hansı ki, geriyə planlama falan anlayışı var idi, bunlar yoxdur. Tamamilə çıxarılıb. Müəllimlər, deməli nəzərinizə çatdırmış olun ki, siz müəyyən hissələrə diqqət etməyin. Yəni, hər kəs öz bir müəllim olaraq adını qorumalıdır. Ona görə də əlavə fikirlərə diqqət etməyin. Aynur xanım, qeyd edirsiniz ki, lövhə görünmür. Siz keyfiyyəti yuxarıdan sağ düymədə ayarlayın, keyfiyyəti aydın şəkildə görəcəksiniz. Keyfiyyəti zəhmət olmasa tənzimlənməsini aparın, tam aydın görəcəksiniz hər bir şeyi. Tam aydın görəcəksiniz, bəli. Sağ düymədən 3 nöqtə var. Keyfiyyətə girin, keyfiyyəti artıracaqsınız. Deməli, müəllimlər, gəlin baxaq ki, qeyd etdim sizə ki, təlim nəticəsi nədir? Təlim nəticəsi. Ümumiyyətlə, biz təlim nəticəsini hansı məqsədlə müəyyən edirik? Təlim nəticəsi bizə nə üçün lazımdır? Və nəzərinizə çatdırmış olun ki, qeyd edim ki, nəticə nədir? Görülən işin öncədən müəyyən edilməsi. Biz nəyi müəyyən edirik? Dərs prosesimizdə, akademik dərs saatında şagirdlərdən nə əldə edəcəyik? Daha doğrusu, şagirdlərdə hansı bilik və bacarığı müəyyənləşdirəcəyik, formalaşdıracağıq. Şagirdlərimizdə formalaşdırılacaq bilik və bacarıqları müəyyən edirik. Yəni, dövlət bizə alt standart verib. Alt standart. Və biz həmin standarta əsasən təlim nəticələri müəyyən edirik. Təlim nəticəsi müəyyən edilib. Və o təlim nəticələrində müəyyənləşən nədir? Şagirdə formalaşdırılacaq bilik bacarıqlar təlim nəticəsində öz əksini tapır. Yəni, biz şagirdə bu akademik dərs saatında, akademik dərs saatımız, dərs saatı, hansı bacarıqları formalaşdırırıq? Söhbət nədən gedir? 45 dəqiqəmizdən, dərs saatımızdan. Və indi gəlin biz baxaq ki, müəllim akademik dərs saatında düşünür ki, şagirdlərə hansı bilik bacarığı formalaşdırım. Deməli, biz nə etməliyik? Biz bir müəllim olaraq əvvəlcədən təlim nəticəsini şagirdə bildirməliyik. Ona görə də təlim nəticələri əvvəlcədən müəyyənləşdirilməlidir. Yəni, dərsin əvvəlində.
dərsin əvvəlində şagirdlərin nəzərinə çatdırılmalıdır. Şagirdlərin nəzərinə çatdırılmalıdır. Şagird artıq əvvəlcədən müəllim nəzərinə çatdırır, yazılı olaraq qeyd etməyimiz daha yaxşıdır. Eyni zamanda biz təlim nəticələrini nə etdik? Şagirdlərin nəzərinə çatdırırıq. Daha sonra baxırıq ki, bizim bu dərsdə nələr ki planlaşdırmışıq ki, şagird əldə edəcək. Geri qaydırıq, o təlim nəticələrini şagirddən alırıq. Baxırıq görək, şagird bu təlim nəticələrini başa düşübmü? Şagird bilirmi ki, məni akademik dərs saatında hansı nəticələr əldə etmiş olacam? Deməli, təlim nəticələrinin anlamaqlarını şagirdlər tərəfindən yoxlayırıq. Təlim nəticəsinin anlaşılmasını şagirdlər tərəfindən yoxlayırıq. Yoxlayırıq. Müəllim baxır ki, ümumiyyətlə şagird bildimi ki, mən bu dərsin müddətində nələr əldə etmiş olacam. Ona görə əvvəlcədən nəzərlərini yazılı olaraq çatdırmağımız daha yaxşıdır. Şagirdin nəzərinə çatdırdıqdan sonra və şagirdlərdən bu təlim nəticələrinin anlamaqlarını yoxlayırıq. Bir şagird bilsin ki, mən nə əldə etmiş olacam bugün dərs saatımdan. Və artıq prosesin sonunda əvvəlcədən müəyyənləşdirdiyimiz nəticəni əldə etməlidir. Niyə? Çünki biz artıq onu dərsin digər mərhələlərində yoxlayacağıq. Görək, nə dərəcədə çatıb təlim nəticəsinə. Bəli, bunu biz refleksiyada yoxlaya bilərik. Tədris prosesində şagirdlərin qiymətlənmə meyarı əsasında yoxlayacaq ki, nə dərəcədə nail olublar. Deməli, bildik ki, təlim nəticəsi nədir? Təlim nəticələri əvvəlcədən çatdırılır yazılı olaraq və bu təlim nəticələrinin şagirdin anlaşılmasını təmin edirik. Görə şagirdlər təlim nəticələrini nə dərəcədə başa düşüblər. Və gəlin digər hissələrə keçid alın. Ümumiyyətlə, təlim nəticələrinin çıxarılması zamanı biz nələri nəzərə almalıyıq? Ümumiyyətlə, qeyd edim sizə müəllimlər. Məsəl üçün, müəllim təlim nəticəsi quranda sırf konkret olaraq vurğulamalıdır ki, şagird nə əldə edəcək? Yəni, biz mövzudan kənarlaşmamalıyıq. Məqsəddən kənarlaşmamalıyıq. O məqsəd üzərində tapşırıq verməliyik. Tapşırığımız məqsədə, təlim nəticəsinə xidmət etməlidir. Buna diqqət edirik. Aydındır bura qədər. İndi yaxınlaşıb baxacağım. Planlaşma mövzusudur. Kimə nə lazım olsa yazıb soruşa bilərsiniz. Hal-hazırda dərs prosesindəyim. Dərsdən sonra gecə cavablandırmış olaram suallarınızı. Və gəlin müəllimlər, davam edəyim. Deməli müəllimlər, diqqət edin, nəzərinizə çatdırmış olum nəyi? Təlim nəticələrini nə etdik? Müəyyən etdik. Biz ümumiyyətlə təlim nəticəsini çıxaran zaman nələrə diqqət etməliyik? Qeyd edim sizə. Bir saniyə. Müəllimlər, fikriniz yayılmasın. Kimdirsə də özünə hörmət edən şəxs kimdirsə, özünə uyğun şəkildə öz tərzini göstərir. Siz fikir verməyin. Deməli, qeyd edim sizə nəyi? Biz vurğuladıq ki, təlim nəticəsini müəyyən etdik. Bəs təlim nəticələri necə olmalıdır? Deməli, təlim nəticələri necə müəyyənləşməlidir?
Qeyd edim sizə ki, təlim nəticələri müəyyənləşdirilən zaman biz nələrə diqqət edirik? Nələrə diqqət etməliyik? Ümumiyyətlə, biz kurikulumda, ümumiyyətlə tədris proqramında bilirik ki, hər bir şey şagird mərkəzlidir. Niyə? Tədris prosesi şagirdin mənafiyi üzərində qurub. Biz nə edirik? Təlim nəticəsi çıxardığında baxırıq ki, şagirdimiz nə əldə edəcək? Deməli, təlim nəticələri şagird mərkəzli qurulur. Şagirdin nə əldə edəcəyini müəyyənləşdirdik. Müəllim nə keçəcək yanaşmasında yox. Ona görə də təlim nəticəsi müəllim mərkəzli yox, şagird mərkəzli olmalıdır. Təlim nəticəsi çıxarılan zaman müəllim mərkəzli yox. Qələmi dəyişmirdik. Deməli, müəllim mərkəzli deyil. İndi izah edəcəm necə. Deyil. Necə olmalıdır? Şagird mərkəzli olacaq. Şagird mərkəzli. Yəni, bu günlərin məsəl üçün biz qeyd edirik ki, götürək ki, məsəl üçün, mövzumuz da məsəl götürək ki, şagirdlərdə dil dəyərinin formalaşdırılmasıdır. Burada çalışmalıyıq ki, təlim nəticəsi müəllim mərkəzli yox, şagird mərkəzli olsun. Bu nədir? Məsəl üçün, və yaxud da götürək ki, hər hansı bir məsələnin misalın həllidir və yaxud da ki, cümlə təhlilidir. Bir var, qeyd edirəm ki, məsəl üçün, məsələ həllini öyrədir. Məsələ həllini öyrədən kimdir? Müəllim. Deməli, necə olmalıdır? Konkret olaraq verməliyik ki, söhbət hansı məsələdən gedir. Məsəl üçün, götürək ki, kvadrat tənliklərə aid məsələni həll edir. Deməli, kimdir həll edən? Şagird. Amma kvadrat tənliyə aid məsələləri öyrədir. Öyrədən kimdir? Müəllim. Ona görə də çıxarılan təlim nəticəsini müəllim mərkəzli deyil, şagird mərkəzli qoyuruq. Və yaxud da ki, deyirik ki, dil dəyərlərini izah edir. Amma bir də var, deyirəm ki, məsələn, dil dəyərlərini formalaşdırır. Dil dəyərini formalaşdıran kimdir? Şagirdlərə, müəllim. Deməli, necədir? Müəllim mərkəzli olmamalıdır. Və yaxud da deyirik ki, bir say sistemindən digər say sisteminə keçidi öyrədir. Olmaz. Niyə? Söhbət müəllim mərkəzlidir. Ona görə də diqqət edirik ki, artıq təlim nəticəsi şagird mərkəzli olsun, şagirdə dayansın. Buna diqqət etmək lazımdır. Müəllim mərkəzli və şagird mərkəzli hissəsi aydın olduğu yoldaşlar. İndi yaxınlaşıb baxacağım. Hər hansı bir sualınız yarandığı təqdirdə qeyd edin, aydınlıq gətirmiş olacağım. Aha, aydındır qeyd etmişsiniz. Bəli, baxın bir daha qeyd edirəm. Məsələ həll olsun, cümlə təhlilini olsun. Məsələn, deyirik ki, məsələ həllini öyrədir. Öyrədir deyə təlim nəticəsi olmaz. Necə olmalıdır? Məsələ həllini izah edir. Daha doğrusu izah edir yox, məsələnin həllini yazır. Həllini yazır. Kim yazır? Şagird. Ona görə də biz burada artıq çıxarılan nəticənin şagird mərkəzli olmasına diqqət etməliyik. Və müəllimlər, gəlin baxaq ki, ümumiyyətlə biz təlim nəticəsi çıxarılan zaman nələrə diqqət etməliyik? Təlim nəticəsi çıxarılan zaman qeyd edim sizə ki, və həmin o smart texnologiyası üzərində qeyd edəcəm. Təlim nəticəsi çıxarılan zaman, müəyyənləşdirilən zaman, biz smart abreviaturasına
Diqqət edirik. Nədir SMART? Hər biri baş hərflərlə abreviatur olaraq kodlaşdırılıb. Yəni, təlim nəticəsinin spesifik olmasıdır. Təlim nəticəsinin ölçülə bilən olmasıdır. Measurable, obyektiv olmağına gəlir. Achievable, əlçatanlığıdır. Realistlik, real imkanın nəzərə alınmasıdır. Time frame-də vaxtın nəzərə alınmasıdır. Deməli, ikincində nə idi? Measurable, yəni ölçülə bilinən, qiymətləndirilə bilinən. Achievable, A-da S, M, bu bizim A-mız. Yəni, əldə edilən səviyyədə olsun. Əldə edilə bilinən. İndi hər birini adlı izah edəcəm. Biləcək. İndi onların mənası lazım deyil. R-da real imkan nəzər almalıyam. Nəzər alınmalı. Time frame-də isə vaxtı nəzər almış olacam. Elə bir dənə t-nı yazaq yer tutmasında. Vaxt nəzər alınır. Bu nədir? Yəni, təlim nəticəsi çıxarılanda spesifik olsun. Yəni, konkret olsun. Aydın olsun. Bir var, məsələ deyim ki, məsələ həll edir. Məsələ həll edir nədir? Ümumi anlayışdır. Hansı məsələni həll etməsini konkret yazmalıyım ki, hansı məsələni yazır. Və yaxud da desəm ki, dövlət idarəetmə orqanlarını fərqləndirir. Və yaxud da dövlət idarəetmə orqanları arasında müqayisə aparır. Burada hansı, nəyi ümumi vermişəm? Konkret deməliyim ki, hansı dövlətlə, hansı dövlət arasında olan idarəetmə formalarını fərqləndirir. Konkret olaraq nə etmək lazımdır? Vurğulamaq lazımdır. Deyim ki, məsələn, cümləni təhlil edir. Cümlənin hansı formada təhlil edir? Ona görə nə deyirik? Spesifik olsun, konkret olsun, aydın olsun ki, şagird sırf hansı işi görməsini konkret olaraq vurğulamalıyam. Daha sonra ölçülə bilən olsun. Ölçülə bilən olması nədir? Qiymətləndirilə bilinən olsun. Nə bilinən? İndi bu qiymətləndirmə ilə bağlı, meyarı ilə bağlı toxunacam. Əldə edilə biləcək səviyyədə olsun. Yəni, təlim nəticəsi nə asan, nə də çox çətin olmamalıdır. Olmamalı. Yəni, şagirdlərin əldə edəcəyi səviyyədə olmalıdır. Daha sonra, realistdə nədir? Real imkanların nəzərə alınması. Yəni, mən bu dərs müddətində mənə hansı ki, maddi texniki baza lazımdır, təchizat lazımdır, texniki baza, təchizatım, resursum, mən onları yazacağım. Həm də ki, dərs prosesində real imkanları nəzərə alaraq əvvəlcədən nəticə çıxardıram. Mən bu günlərin mənim dərs prosesimdə əgər hər hansı bir resursum yoxdursa, qarşıma qoyduğum təlim nəticəsində onu nəzərə almalıydım. Ona görə deyirik ki, təlim nəticələri nəzərə alınan zaman nələrə diqqət etməliyik? Müəyyənləşən zaman. Vaxtı nəzərə almalıyam. Niyə? Çünki mənim çıxardığım təlim nəticəsi nəzərdə tutduğum vaxt ərzində icra edə biləm. Yəni, biz o təlim nəticəsini 45 dəqiqə üçün nəzərdə tuturuq. İndi gələcəm nəyə? Deməli, biz bildik ki, təlim nəticəsi müəyyənləşən zaman nələri nəzərə almalıyıq? Spesifik olmasını, ölçülə bilən olmasını, əldə ediləcək səviyyədə olsun, ya çox çətin, mürəkkəb olmasın, yəni təlim nəticəsi. Real imkanı nəzərə almış olacam və vaxtı nəzərə almış olacam. İndi gəlin biz baxaq ki, müəllimlər təlim nəticəsinin çıxarılması zamanı etdiyi səhvlər hansı vardır? Diqqət edək. Burada nə aydın olmayıbsa yazın, indi yaxınlaşıb baxacam. Yoldaşlar. Deməli, hər hansı bir sual yaranıbsa qeyd edin.
Bura qədər hamıya hər bir şey aydındır yoldaşlar. Aydındırsa mən keçid almış olum. Aha, qeyd etmişsiniz. Davam edirik. Qayda deyəndə nəyi nəzərdə tutursunuzsa, siz sonra mənə yazarsınız, mən sizə cavablandırmış olaram. Hazırda nəyi nəzərdə tutduğunuzu tam başa düşmədim. Yoldaşlardan biri rəydə yazıb, onu qeyd edirəm. Deməli, müəllimlər, davam edirik. Təlim nəticələri çıxarılan zaman, təlim nəticəsi çıxarılan zaman nələr nəzərə alınmalıdır? Deməli, qeyd edim, təlim nəticəsi çıxarılan zaman nələr nəzərə alınmalı? Yəni, müəllimlərin etdiyi səhvlər hansılardır? Yəni, tez-tez edilən səhvlər hansılardır? Biz nə edirik? Nəticə çıxardırıq. Nə üçün? Akademik dərs saatı üçün. Deməli, çıxarılan təlim nəticəsi şagirdə bildirilməlidir. Bildirilməməsi səhvdir. Təlim nəticəsinin şagirdlərə bildirilməməsi. Daha sonra, yəni əvvəlcədən müəllim şagirdə nəzərinə çatdırır. Bayaq nə demişdim? Şagirddən onun nə dərəcədə anladığını da yoxlamalıyıq. Daha sonra, müəllimlər təlim nəticəsi çıxarılan zaman ümumiyyətlə maksimum 2-3 təlim nəticəsi çıxara bilərik. Niyə? Vaxt nəzərə alınmalıydı, bayaq dedik ki. Maksimum 2-3 təlim nəticəsi reallaşdıra bilərəm. Həddən artıq sayda təlim nəticəsinin çıxarılması nədir? Səhvdir. Biz maksimum 2-3 təlim nəticəsi çıxartmalıyıq. Və bu çıxarılan təlim nəticələri də nəzərinizə çatdırmış olum ki, bir-birindən kəskin dərəcədə fərqlənməməlidir. Fərqlənməməli. Niyə? Dərs prosesimə dayanmalıdır. O, təlim nəticəsi bir-biri ilə əlaqəli təşkil edəcək və kəskin dərəcədə bir-birindən fərqlənməməlidir, qeyd etdik. Və gəlin baxaq ki, daha sonra hansılar səhvdir? Ümumiyyətlə, qeyd edim sizə, təlim nəticələrində müəllimlər situativ feillərdən istifadə etməməlidir. Bu nədir? Bir, daha sonra müəllim mərkəzli olması səhvdir. Müəllim mərkəzli olması eyni zamanda situativ feillər. Situativ feillər nədir? Deyəcəm indi. Situativ feillərin nə olması ilə bağlı qeyd edim sizə ki. Feillər. İndi burada qeyd edəcəm. Bilir, tanıyır, indi deyəcəm. Öyrədir, tapır, yazır, oxuyur, yazır yox. Ola bilər, məsələnin həllini yaza bilər. Bunlar olmaz. İndi qeyd edəcəm, nəyə əsasən olmaz. Bura qədər hər bir şey aydınlıqsa, indi yaxınlaşıb burada xırdalanacaq hissələr var, qeyd edəcəm. Deməli, biz bilirik ki, təlim nəticəsi çıxarılan zaman müəllimlərin etdiyi səhv şagirdə bildirilməməsi, kəskin dərəcədə bir-birindən fərqlənməsi və həddən artıq sayda təlim nəticələrinin götürülməsi, müəllim mərkəzli olması, situativ feillərlə ifadə edilməsi.
İndi situativ feillərə aid də müəllim mərkəzini bayaq dedik. Bir də situativ feilləri indi aydınlaşdırmış olacağım, nümunə ilə qeyd edəcəm sizə. Qeyd edin, zəhmət olmasa. Hər hansı bir aydın olmayan tərəf varsa. Aydındır qeyd etmişsiniz. Aha. Komment hissəsinə keçməmişəm, ona görə bağlamamışam, onu nəzərə almış olacağım. Növbəti dəfədən biz sadəcə məqsəd buydu ki, hər hansı bir sual yarananda görünür ki, biz sosial şəbəkədən məqsəd yönlü istifadə edə bilməyənlərimiz var. Ona görə də köklənməyin o hissəyə, növbəti dəfə artıq bağlayacağım. Və müəllimlər, deməli qeyd etdik nədir? Müəllimlərin etdiyi səhvləri vurğuladıq. Bayaq da hansı ki, nə qeyd etdik? Təlim nəticəsi çıxarılan zaman sadə olmalıdır, çox mürəkkəb olmamalıdır. Niyə? Çünki əldə ediləcək səviyyədə olsun. Və burada qeyd etdik ki, müəllim mərkəzli olmasın. Müəllim mərkəzli olsaydı, məsələn, şagirdə dil dəyərini formalaşdırır və yaxud da göstərir. Bunlar nəyə gəlir? Müəllim mərkəzli olmasına. Məsələn, deyək ki, laboratoriyada tətbiq qaydasını öyrədir. Və yaxud da ki, hər hansı bir praktik olaraq göstərir. Müəllimin göstərməsi yox, şagirdin göstərməsinə baxmalıyıq. Ona görə də təlim nəticəsini vurğulayanda şagird tərəfdən çıxış edilməlidir. Məsəl üçün, deyə bilmərəm ki, məsələnin həllini bilir. Bilir feil yoxdur. Niyə? İndi gələcəm müəllimlər, niyə yoxdur? Tanıyır deyə bilmərik. Və yaxud da ki, tapır deyə bilmərəm. Məsələ həllini tapır. Səbəb nədir? Baxın, bu situativ feillər deyəndə çox müəllim çətinlik çəkir. Bunun olmamasında səbəb. Bu fikrə hardan gəlirik ki, belə feillər olmaz? İdrak taksonomiyası nə idi? Biz demişdik ki, idrak taksonomiyasındakı taksonomiya təlim nəticələrinin müəyyən edilməsi üçün, dərsin planlaşdırılması üçün bizə hansı ki, tədris prosesində köməklik göstərir. Taksonomiya nədir? İdraki sahə, düzdür? Bulumun idraki sahəsini götürsək. Biz orada hər hansı bir tapır, bilir, göstərir, bu kimi feillər görürük, yox. Nə var orada? Ola bilər ki, sadalayır, izah edir, həll edir, nümunə göstərir, nümunələrlə izah edir, belə vermək, göstərir, elə ola bilər ki, müəllimin göstərməsi ola bilər. Ona görə diqqət etməliyik. Yəni, xatırlama səviyyəsində, anlama səviyyəsində, tətbiq səviyyəsində və yaxud da deyək ki, əsəri təhlil edir, əsərdə yazıcının mövqeyini müəyyən edir. Deməli, nədir? Təhlil səviyyəsindədir. Ona görə də yadınızda saxlayın ki, bizim, ola bilər, münasibət bildirir. Məsələn, deyəcək ki, oxuduğu əsərə münasibət bildirir. Nədir? Dəyərlənmə səviyyəsi. Ona görə də yadınızda saxlayın ki, bizim taksonomiyada, idrakin səviyyələrində tapır, bilir, göstərir, oxuyur, bu kimi feillər yox idi. Ona görə də təlim nəticəsi çıxarılan zaman taksonomiyanın feillərinə istinad edilir. Təlim nəticəsi çıxarılan zaman taksonomiyanın feillərinə, o feilləri əzbərləmir ya, sözsüz. Bizim indi müəllimlər bilir, digər izləyicilər üçün də deyim. Yəni, siz baxın ki, məsələni həll edir var. Amma deməyəcək ki, məsələnin həllini öyrədir. Olmaz. Məsələnin həllini tapır olmaz. Məsələnin həllini yazır ola bilər. Məsələni tətbiq edir ola bilər. Bir də konkret olaraq hansı məsələ misaldan söhbət gedirsə, o vurğulanmalıdır. Ona görə də taksonomiyanın feillərinə istinad edilir.
Bu hissə tam olaraq anlaşıldı yoldaşlar. Biz təlim nəticəsi çıxaran zaman taksonomiyanın feilini istinad edirik. Situativ feillər olmaz. Yəni onları da nümunə olaraq yazmışam. Növbəti dəfə test işləyəndə tam biləcəksiniz də. Bir dənə qaldı nəyimiz? Qiymətlənmə meyarlarının müəyyən edilməsi hissəsi. Onu da izah edəcəm. Bununla bitəcək. Bu hissə, bax bu hissə tam sizə aydın oldu. Aydındırsa, indi yaxınlaşın, baxın. Suallarınızı verərsiniz. Aha, davam edirik. Aydınlı yazmışsınız. Deməli, müəllimlər, qiymətlənmə meyarını hardan çıxardırdıq? Təlim nəticələrindən. İndi o hissəni izah edəcəm sizlərə. Deməli, qiymətlənmə meyarlarının müəyyən edilməsi. Meyarlarının müəyyənləşməsi. Əvvəl bunu biz burada keçmirdik. Biz keçirdik harada? Qiymətlənmədə. Sadəcə əslində planlaşmada nəticəni keçirik. Nəticə uyğun qiymətlənmə meyarı burada toxunulmalıdır. Ona əsasən bu dəyişiklik var. Biz qiymətlənmə meyarını təlim nəticəsinə əsasən qiymətlənmə meyarı müəyyən edirik. Qiymətləndirmə meyarı müəyyən etdik. Deməli, ümumiyyətlə qiymətləndirmə zamanı, qiymətlənmə nədir? Bilik bacarığının ölçülməsi. Biz nə edirik? Nəticəyə əsasən. Deməli, sırf qiymətlənmə meyarında nəticə nədir? Məqsəd. Bu şagird nələri ki qoymuşam ki, məqsəd olaraq qarşıma, o məqsədə uyğun olaraq da şagirdi qiymətləndirəcəm. Mən məsəl üçün ümumi deyə bilmərəm ki, məsələni həll edir. Bugünkü dərsimdə nədir? Məsəl üçün, tənlik qurmaqla məsələ həll edir. Deyəcəm ki, tənlik qurmaqla məsələni həll edir. İndi həmin o tənlik qurmaqla məsələ həlli ilə bağlı da meyarı çıxardırıq. Məsəl üçün, vurğulaya bilərik ki, tənlik qurmaqla məsələ həllini sərbəst şəkildə yazır, sərbəst şəkildə izah edir və yaxud da götürək ki, deyə bilmərik ki, cümləni təhlil edir. Hansı təhlildən söhbət gedir? Fonetik təhlil. Aha, onda qeyd edəcək ki, fonetik təhlilin aparmasında və yaxud verə bilər ki, çətinlik çəkir, qismən çətinlik çəkir. Ona görə də sırf konkret olaraq vurğulanmalıdır. Məqsədim fonetik təhlildirsə, fonetik təhlillə bağlı biz meyar çıxardacağıq. Digər ümumi verə bilmərəm. Təhlil qaydasını bilir, yox. Hansı təhlili? Fonetik və yaxud sintaktik və yaxud leksik təhlil. Və yaxud da bu günlərin mənim məqsədim ümumi deyə bilmərəm ki, hesablama bacarığına malikdir. Deyəcəm ki, 20 dairəsində hesablamanı məsələn misallarda tətbiq edir. Yəni, sırf konkret olaraq vurğulayacağım. Hardan çıxartdım bunu? Nəticəmlə. Deməli, nəticə uyğun olaraq qiymətlənmə meyarı çıxardıram. Məsəl üçün, bugün 10 dairəsində hesablamadısa, mən şagirdin qiymətləndirilməsində və ya şagirdə hər hansı bir tapşırığı verəndə sırf 10 dairəsində verəcəm. 20 dairəsi verə bilmərəm. Niyə? Bugünkü dərsimdə məqsədim 10 dairəsi idi. Əgər mən 20 dairəsinə keçdimsə, nə etmişəm? Uyğunluq prinsipini pozuram. Uyğunluq prinsipi nədir? Qeyd edəcəm.
Biz qiymətlənmədə bilirik ki, uyğunluq və etibarlılıq prinsipi var. Uyğunluq prinsipi odur ki, bu günlərim 10 dairəsi keçmişəmsə 10 dairəsi verməliyəm. Yox, mən şagirdə 20 dairəsində misal verdimsə, bu prinsipi pozdum. Yəni, uyğunluq prinsipi odur ki, keçirilən mövzu üzərindən. Keçirilməyəndən vermirəm. Olmaz. Ona görə də uyğunluq prinsipinə əməl edərək şagirdə hər hansı bir tapşırığı verirəm və bu tapşırıqları da təlim nəticəsinə əsaslanaraq qiymətləndirmiş oluram. Yadınızda saxlayın ki, qiymətlənmə meyarı çıxarıldı təlim nəticəsindən. Qiymətlənmə meyarı da necə olmalıdır? Aydınlıq öz əksini tapacaq, konkretlik olacaq. Niyə? Təlim nəticəm necə ki, konkret idi. Mən məsəl üçün bugün şagirdə keçmişəm 10 dairəsini, gedim şagirdə başqa bir qiymətlənmə meyarı çıxartmağım doğru deyil. Niyə? Məqsədim 10 dairəsində hesablamadır. 10 dairəsində hesablamadısa, mən digər dairədə hesablamanı verə bilmərəm. Bugün məqsədim toplamadırsa, mən digər vurma, bölmə üzərindən əməllərə toxunmamalıyam. Meyarı hardan çıxardacağım? Sırf nəticədən. Mənim nəticəmlə qiymətlənmə meyarım uyğunluq təşkil edəcək. Vəssalam. Bu qaydada. Hamıya aydın oldu, yoldaşlar? Deməli, biz öyrəndik ki, planlaşma nədir? İllik planlaşma nədir? Gündəlik nədir? İllikdə nəyə diqqət etdik? Gündəlikdə nəyə diqqət etdik? Ümumiyyətlə, təlim nəticəsi nədir? Təlim nəticəsinin çıxarılmasında nələri nəzərə alırıq? Qiymətlənmə meyarı nədir? Qiymətlənmə meyarı haradan çıxarılır? Və təlim nəticəsinin çıxarılmasında da müəllimlərin etdiyi səhvlərdən danışdıq. Və keçid alacaq bizim hal-hazırda dərsə olan müəllimlərimiz Zoom-da dərsə keçid alacaqlar. Link atacağım, qoşulacaqsınız dərsimizə. Əvvəlki mövzu ilə bağlı tapşırıq yazacağıq. Bugünkü dərslə bağlı isə növbəti dərs saatlarınızda yazacaqsınız. Belə. Bir də onu qeyd edim ki, müəllimlər sizin nəzərinizə. Bir şeyi yadınızda saxlayın. Qeyd edim ki, nəyə diqqət etmək lazımdır? Biz necə ki, təlim nəticəsini əvvəlcədən şagirdin nəzərinə çıxardırdımsa, qiymətlənmə meyarını da əvvəlcədən deyirik. Meyarda əvvəldən müəyyənləşəcək. Niyə? Çünki şagird bilməlidir ki, onun bilik bacarığı hansı meyar üzərindən ölçülür. Deməli, nəticəni necə ki, çıxardığımız kimi, əvvəlcədən şagirdə bildirdiyimiz kimi, qiymətlənmə meyarı da əvvəlcədən bildirilir. Şagirdin nəzərinə çatdırılır. Bu qaydada müəllimlər. Digər izləyicilərin də hər birinə uğurlar. Növbəti 2024 çərçivə sənədinə əsaslanaraq izah ediləcək mövzularımız olacaq sizlər üçün. İnklüziv təhsillə bağlı mövzuya toxunmuş olacağım. Belə müəllimlər. YouTube-dan çıxa bilərsiniz artıq.